Bugün mənim üçün mənə deyilmədən bir sürpriz oldu. Mənim Nur Ocağı Ədəbi Məclisimin gözəl şairəsi Səringül xanım sürpriz edilmədən böyüdən çıxdı. Həqiqətən çox sevindim. Səringül xanım haqqında nə deyə bilərəm? Vətənpərvər bir el qızıdır. Vətəni sevən, canını da vətən üçün fəda edən bir xanımdır. Səringül xanım müharibə illərində özünün boğazının bir lokmasını da fonda keçirdi. Yəni, indiyəcə 5 qəpik qırağa qoyduğu o ailə büdcəsini bütövlüklə götürüb fonda, bizim Müdafiə Nazirliyinin fonduna ödədi. Və Ali Baş Komandan sağ olsun, onun əməyini çox yüksək qiymətləndirdi. Ona fəxri fərmanla qiymətləndirdi və təşəkkürünü bildirdi. Səringül xanımın Nur Ocağında olması mənim üçün daha böyük bir şöhrətdir. Çünki Səringül xanım şairlər ailəsində böyüyübdür. Bacısı Səadət Buta Azərbaycan Gürcistanının fəxridir. Qardaşı, mənim qardaşım dediyim gözəl insan, insanlar insanı İlahi Öməroğlu həqiqətən şeirin dahisi deyərəm ona mən. Allah rəhmət eləsin, o bir qardaşı da yazardı. Nəbi qardaşımız da yazardı, onun xanımı da, Hənifə xanım da Nur Ocağındadır, o da yazardı, amma mən xüsusilə qeyd edərdim ki, bugün Səadət xanımın da burada olmağını çox istəyərdim. Mənim, həm də Butam deyirəm, Butamın da burada olmasını çox istəyərdim. Burada Gəncədən Butama çox salamlar göndərirəm. Və gəlin, o boyda yolu əziyyət çəkib gəlib, belə Səringül xanımın özünə söz verəyim. Çox sağ olun.